Öz ilə hizalanma workshopuna xoş gəlmisən. Öncəliklə səni və özümü təbrik edirəm ki, hamımız kafayı sıyırdıq və indi bu workshopu sən burada izləyirsən. Xüsusən komandama təşəkkür edirəm ki, bu workshop hal-hazırda video formatına gəlib və böyük kütləyə sunula bilib. Başlayaq. Kağız qələmini götür, masa başına keç, çünki texnikalarımız var. Çünki qeydlər götürməlisən, ona görə də rahat bir yerləş və başlayaq. Sən ümumiyyətlə bilirsən ki, insanın özü ilə bağlantısı qopduqda bədən, ruh və zehin üçlüsü arasında ciddi problemlər yaşanır. Ümumiyyətlə həyatınızda bir şeylər yolunda getmirsə, böyük ehtimalla siz özünüz yolunuzda, hizanızda deyilsiniz. Çünki sən özünlə hizada olanda artıq zehnin və düşüncələrin bəlirli bir balansa gələndə, yolunu biləndə, özünlə balansda olduğun halda yaşam sənin üçün daha da rahatlaşır. Və o qapılar açılır misalı olmağa başlayır. Daha şanslı olursan, daha rahat gedir proses və ümumiyyətlə artıq sən gəlib bura çıxmısansa, bu videonu indi izləyirsənsə, böyük ehtimalla başqalarını günahlandırma bölümünü artıq keçmisən. Çünki bura və bu mövzu başımda bəzi problemlər var. Yəqin ki, qonşu Güldəstə xala mənə cadu eləyib düşüncəsində olan insanlar üçün deyil. Çünki sən öncə o düşüncədən çıxmalısan. Bu tip workshoplar artıq həyatının iplərini əlinə almış və necə yön verə bilərəm sualını verən insanlar üçündür. Bəzənsə insanlar hələ yıxılmağa yer axtarırlar. Mənim kanalım yıxılmaq üçün yeriniz deyil. Deməli, biz artıq bildik ki, faktiki olaraq bədənimizdə bəlirli güc var və biz aqressiya elədikdə, biz kortizol salgıladıqda, bədənimizdə həmin hissələr sıxışanda, avtomatik sinir sistemimizdə sıxılmalar olur, avtomatik əzələni daimi sıx saxladığımız yerdə ağrılar olur, əzələmiz ağrıyır. Bununla paralel beynimizə oksigen çatma prosesi çətinləşir və beləcə həmin insan sağlam olduğu halda zehni daha bərrak olur, daha rahat olur, daha sağlam bir bədənə sahibdir, daha sağlam bir zehinə sahibdir, daha sağlam qərarlar ala bilir və bütün həyatımız zaten qərarlarımızın nəticəsidir. İndi bu anda bunu izləmək bir qərardır. Çünki sənin qərarın hal-hazırda bir mahnıya qulaq asmaq və ya Reels'a baxmaq ya da hansı müğənninin həyatını oxumaq da ola bilərdi. Və ya ola bilər ki, sənin qərarın indi bu videonu 2x-da qoyub arxa fonda dinləməkdir. Bu da sənin öz sayağının göstərgəsidir. Çünki bu bir workshopdur və sənin anlamağın, eşitməyin, dinləməyin və özünlə işləməyin lazımdır. Gerçəkdən çox qarşılaşıram belə insanlarla. Onlar təlimə qoşulurlar və təlim videolarını istifadə eləmirlər. Məhz bu səbəbdən son zamanlar artıq bizim premium təlimlər qısa müddətli olur. İnsanlar təlimə daxil olur, təlim vaxtı işləyirlər, təlim bitdi və salam, artıq erişim yoxdur. Və ciddi şəkildə nəticə faizimiz artıb. Ona görə yox ki, artıq insanlar harasa tələsir, ona görə ki, artıq insanlar məsuliyyət götürürlər. Onlar fərqindədirlər ki, bunu ertələmək olmaz və indi özünə sual ver. Ertələməkmi istəyirəm, yoxsa yox? Əgər indi bura qədər gəlmisənsə və qərar vermisənsə ki, okey, davam eləyirəm, kağız qələmi götür, başlayaq. Çünki informasiya verirdim. Çünki başlayırıq. Çünki bundan sonraki hissələr qulaq asım, sonra eləyərəm də deyil. Oturub işləməlisən. Hazırsansa? Öncəliklə bir bədən tarama çalışması eləyəcəyik. Bu çalışma bədənimizin hansı hissəsində nə hiss etdiyimizi görmək üçündür. Adətən qadınlar çanaq və sinə zonalarını sıxırlar. Kişilər isə adətən qarnın üstündə və boyunda sıxıb saxlayırlar. Çünki onlar da daha çox ora odaqlanırlar və daha çox həmin zonalarda ağrılar olur. Bu isə tamamilə sinir sisteminin məsələləridir. Biz bu haqda geniş danışacağıq, amma indi bir bədən tarama çalışması eləyirik. Ayaqlarını rahat bir şəkildə yerə bas, belini düz saxla. Birlikdə eləyək. Gözlərini bağla. Burnundan dərin nəfəs al və burnundan dərin nəfəs ver. Əgər indi dərin nəfəs alanda bu nəfəs belə alınırsa, bu olmaz. Çünki bu zərərlidir. Ehtiyacımız diafraqmamızı şişirməkdir. Okay. Hər nəfəs alanda diafraqman şişir. Nəfəs verdikdə isə təkrar diafraqma əvvəlki vəziyyətinə qayıdır və indi burnundan maksimum nəfəs verəcəksən, diafraqman içəri gedəcək, sonra nəfəs alacaqsan, şişəcək və biraz bədənini rahatladacaqsan. Gözlərini bağla, dərin nəfəslər al və dərin nəfəslər ver.
Dərin nəfəs al və dərin nəfəs ver. Dərin nəfəs al və dərin nəfəs ver. Dərin nəfəs al və dərin nəfəs ver. Və indi başında hiss eləməyə çalış. Başına bax. İndi alnını hiss elə. İndi üzünü hiss elə. Bütün fokusun üzündə olsun. Burun zonanda, qulaqlarında. İndi çənəni hiss elə. Və rahat. Artıq saç dibləri rahatlayır. Gözlərin rahatlayır. Burun zonan rahatlayır. Ağzın rahatlayır. Rahat. Boynun rahatlayır. Çiyinlərin rahatlayır. Və biraz daha o boşalmanı hiss eləyirsən, artıq bədənin həmin hissələrini hiss eləyirsən. Çünki bəzən yadından çıxır bir çiyninin, bir qolunun olduğu. Davam eləyirsən, sinəni hiss eləyirsən. Və biraz da aşağı qarın bölgəni hiss elə. Qollarını hiss elə. Və yumşalır. Və indi qarnını hiss elə. Belini hiss elə. İndi çanaq zonanı hiss elə. Və icazə verir, boşalır. Oturduğun yeri hiss eləyirsən artıq. Çanağını hiss elə. Rahat. Və indi budların, dizin, ayaqların rahatlayır. Və biraz da. Və indi topuğun, ayağının altını hiss eləyirsən, hara toxunur. Və bütün bədənini hiss eləyirsən. Və yavaş-yavaş baxırsan bədənin hansı hissələrində sıxılma var. Həmin hissəyə odaqlanırsan və biraz daha oranın açılmasını gözləyirsən. Və tamamən icazə verirsən ki, orada nəfəsini hiss eləyəsən. Dərin bir nəfəs alırsan və bu nəfəsin bütün bədənini fırlanmağına icazə verirsən. Əla. Bu bədən praktikasına günlük olaraq bir neçə dəqiqə ayırıb eləyə bilərsən. Özünü hazır hiss eləyəndə gözlərini aç, biz davam edirik. Bu praktikanı gün ərzində bir neçə dəfə eləyə bilərsən, fəqət hər gün minimum bir dəfə eləməyini tövsiyə edirəm. Xüsusən günə başlayarkən və ya yuxudan öncəki həmin rutinlərinin içə daxil eləyə bilərsən. Gün ərzində çalış bədəni daha çox hiss edəsən. Çünki son zamanlar insanlar başının içində yaşayır. Onlar bütün günü fikirlərdədirlər, onlar bütün gün düşüncələrdədirlər. Onlar bütün günü bir şeylər izləyirlər, beyinlərini yükləyirlər və bütün bunlar azlıq eləyirmiş kimi bir də yeni dövrün trend, tendensiya, beyin çalışmaları onları inandırıb ki, sadəcə beyinlərində bir şey düşünərək həyatda nəsə dəyişəcəklər. Və onlar divanlarında oturub bütün günü vizualizasiya ilə, texnika ilə, onunla, bununla məşğuldurlar və artıq hər şey yığışıb başa və bədənə enmək lazımdır. Bunun üçün mən hər zaman sizə tövsiyə edirəm. Bu şəkildə fokusunuzu bədəninizə gətirəcək texnikalar, həmçinin rəqslə məşğul ola bilərsiniz, idmanla məşğul ola bilərsiniz, masaja gedə bilərsiniz. Bədəninizi hiss etməniz lazımdır. Buradayam, bu andayam, mən bir dünyalıyam məsələsini hiss etməniz lazımdır. Bu məsələ okeydirsə, davam edirik. Artıq bu hissədə nə edirik? Sən videonda sualı eşidirsən, sonra suala dayandırırsan, gedib bunu yazırsan. Yəni bir workshopdasan, yazdığın sualı, oturub onu işləyəcəksən, tamamladıqdan sonra minimum 4-5 dəqiqə hər bir sualı vaxt ayır. Tamamladıqdan sonra qayıdıb gəlsən bura. Ağlına bir şey gəlmir, dayan, dərin nəfəslər al, ver və yazmağa davam elə. Amma mütləq fokusunu orada saxla. Kamp iştirakçıları adətən 7-8 dəqiqəlik səsləri yeni görəndə deyirdilər ki, nə qəşəng qısadır, tezliklə qutaracam və o onların 12 saatını, bir gününü alırdı. Kamplar biraz daha ağır keçir, daha dərin transformativdir. Və o 7-8 dəqiqədə bəzən elə suallar var idi ki, adamı 1 saat divara baxdırırdı. Buradakı suallar daha asandır, amma qalıb sənin öz sayğına. Görək, özündən necə davranırsan. Başlayaq. Birinci sual,
Mən özüm olmaqdan qorxuram, çünki detallı yaz və gəl. İkinci sual. Əgər mən tamamilə istədiyim həyatı yaşasaydım, kimlər narahat olardı? Kimləri itirərdim? Və mənim arzuladığım yaşamda kimlər mənim yanımda deyil? Bunu da detallı yaz. Üçüncü sual. Mənə nə zaman dayan, stop, yetərlidir, kifayətli deyilib və mənim zehnim məni hara çatanda artıq dayandırır. Mənim limitim konkret olaraq hara təyin olunub. Bu workshopun yazılı hissəsi bu qədərdir və son olaraq keçirəm başqa bir texnikaya və bunu da tamamladıqdan sonra artıq sizin üçün olan workshop burada yekunlaşır. Gedirəm Fimitdəki iştirakçıları döyməyə. Bu texnikanın adı arzulardakı versiyana hizalanmadır. Burada kağız qələmini götürürsən, 6 ay sonraki versiyanı detallı yazırsan, necə olmağını istəyirsən, tam detallı yazırsan və bunun ardından detallı şəkildə, baxın detallı burada çox önəmlidir. Nə qədər çox detal, o qədər siz görürsünüz ki, burada hansı problemlər var. Sonra özün üçün həmin adama uyğun rutin oluşturursan ki, həmin adam necə eləyir? Həmin adam olmaq üçün necə etmək lazımdır? Yox. Həmin adam özü necə eləyir? Necə məşğuldur? 6 ay sonraki versiyan necə yaşayır? Onun rutinlərini yazırsan. Bu arada bir adamın olmaq uğruna davranış frekansı ilə onun olmuş versiyasının frekansı arasında fərqlər var. Bu haqqda detallı Fimitdə podkast göndərəcəm. Və hər ikisini artıq yazdın, 6 ay sonra necəsən və onun rutini necədir və sən başlayırsan hər gün həmin rutindən bir şeylər etməyə və hər gün vizualizasiya etməyə, gözlərini bağlayıb bir neçə dəqiqə onun bütün gününü yaşayırsan, detallandırmısan və hər gün bir neçə dəqiqə onun bütün gününü yaşayırsan və zaman-zaman beləcə o digər versiyanın gözündən dünyanı görməyi öyrənirsən. Və bədənində enerjinin axmasını əngəlləyən bəzi gizli blokajlar da var. Bu məsələləri bitirdikdən sonra bu mövzulara keçə bilərsən. Çünki hər şey sırasıyladır. Dünyada hər şey sistemlədir və kimsə birinci pilləkəndən 19-a qalxmır. Bəli, kvant sıçrayışı deyə bir şey var, amma orada da mütləq zehni reallığımızı dəyişdiririk. Yeri gəlmişkən, kvant sıçrayışı da Fimit proqramının bonus mövzularındandır. Həmin mövzu üçün də çox həyəcanlıyam. Mən indi sizlə sağollaşıram. Özünüzə çox yaxşı baxın və mən inanıram ki, bu sizin üçün çox faydalı olacaq. Bu tip video sadəcə məsuliyyətini götürən insanlar üçündür və mən inanıram ki, sən bura qədər gəlib çıxmısan, çalışmanı eləmisən və indi geri dönüşlərini rəydə gözləyirəm. Fikirləri mənim üçün çox önəmlidir. Səni çox sevirəm. Özünə çox yaxşı bax. Hələlik.